Və gəldik, çatdıq daha bir önəmli məsələyə. Çox vacib məsələ. Bəli, son vaxtlarda çox təəssüf ki, eyvan faciələri artıb. Təhlükə hardan qaynaqlanır? Binaların, eyvanlarından yıxılma halları, xüsusilə də köhnə tikillərdə və sonradan edilən qanunsuz əlavələr zamanı üzə çıxır. Çox təəssüf ki, risk daha böyükdür belə yerlərdə. Bəs eyvanların təhlükəsizliyi necə təmin olunmalıdır? Mütəxəssislər hansı halları təhlükəli hesab edir? Mövzu ilə bağlı sakinlərin və ekspertlərin fikirlərini öyrənmişik. Baxaq. Böyüklərin özü də hətta paltarslarında yıxılır. Eyvanın çökməsidir, aşmasıdır və bu kimi bədbəxt hadisələrlə nəticələnə bilər. Son illər eyvanlardan yıxılma halları narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə təhlükəsizlik qaydalarına əməl olunmaması, köhnə tikililər və nəzarətsiz dəyişikliklər bu riskləri artırır. Günümüzdəki eyvanlar demək, əgər uşaq boyundan daha yuxarıdırsa, o qədər də problem yaşatmır. Daha enli eləmək məncə yaxşı olmaz, çünki nə qədər enli olsa təhlükəni daha da artırır. Enli olması onun beton tutumunu azaldır. Məncə əlavə artırmalar olanda eyvanlar təhlükəli olur və yaxud il keçibsə, köhnəlibsə bina, yenə eyvan qorxuludur. Böyüklərin özü də hətta paltarslarında yıxılır. Əgər yaxşı tikilibsə təhlükəsiz olur. Əgər yaxşıdsa niyə yıxılsınlar ki? Geniş olsa o daha gözəl olar. Eyvanın dar olmağına, yıxılmağına təsiri yoxdur. Yanğın təhlükəsi haqqında qaydalara əsasən ümumiyyətlə hər hansı bir formada insanların təxliyə olunması üçün bir müvafiq bir sədd bariyeri yaratdığına görə həmən yaşayış və qeyri-yaşayış ərazilərində məhəccərlərdən və yaxud barmaqlıqlardan, qəfəsliklərdən istifadə edilməsi qadağandır. 3 növ məsuliyyət var. Birincisi mülki məsuliyyət, daha sonra inzibati məsuliyyət və ən nəhayət cinayət məsuliyyəti nəzərdə tutulub. Tikintidə təhlükəsizliklə bağlı müəyyən boşluqlar var. Ən əsas boşluq ondan ibarətdir ki, tikintidə təhlükəsizliyə nəzarət edə bilən xüsusi bir əməkdaş olmalıdır. Ekspertlərin sözlərinə görə eyvanların ölçüsü ilə bağlı konkret məhdudiyyət olmasa da konstruksiyaya müdaxilə yol verilməsi hesab olunur. Xüsusilə daşıyıcı hissələrdə edilən dəyişikliklər gələcəkdə riski artırır. İnzibati Xətalar Məcəlləsinin 200-cü maddəsinə görə təhlükəsizliklə bağlı ayrılmış mütəxəssis işçi başqa işlərə cəlb edilə bilməz. Cəlb ediləcəyi təqdirdə şirkət rəhbərini cərimə cəzası gözləyir. Eyvanda hər hansı bir konstruktiv elementlərin dəyişilməsi yol verilməzdir. Bu, hər hansı bir formada icra olunursa, müvafiq dövlətin müvafiq nəzarət orqanına razılaşdırılmalıdır. Daşıyıcı sütunlar, o cümlədən əsas konstruktiv elementlərə müdaxilə ümumiyyətlə yol verilməzdir. Əgər icra olunarsa, eyvanın çökməsidir, aşmasıdır və bu kimi bədbəxt hadisələrlə nəticələnə bilər. Eyvanlarla bağlı təhlükəsizlik məsələlərində diqqətli olmaq və xüsusilə köhnə binalarda ehtiyatı əldən verməmək lazımdır. Çünki edilən kiçik müdaxilə və ya nəzarətsizlik gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Bu baxımdan sakinlərin təhlükəsizlik qaydalarına əməl etməsi vacib hesab olunur. Eyvandan yıxılıb həyatını itirənlər olur. Bu günlərdə də oldu. Tərtərdə bir körpə dünyasını dəyişdi. Çox təəssüf. Dəhşətli hadisələrə şahidlik edirik. Amanın bir günüdür eyvanlarda diqqətli olaq. Belə ani diqqətsizlik yəqin ki, kiçik uşaq olan valideynlər bilir. Bir anın içində gözdən itirləri. Belə gözünün önündədir, birdən görsən səs gəlir. Nəysə ya dağıdıb, qırıb, nəsə eləyib. Bəli. Ona görə də çox diqqətli olmaq lazımdır. Allah heç bir valideyni övladı ilə sınamasın. Heç kim istəməz belə hadisələr yaşansın, amma təəssüf ki, bəzən olur. Bəzi təhlükələr də əslində gözümüzün önündədir, görmürük. Bəli, fərqinə varmırıq. Bəzən yaddan çıxır, bilmirsən, yəni hər şey ola bilər. Keçən dəfə oturan stolu mətbəxdəki üstünü batırıb uşaqlar eyvana qoymuşam, unutmuşam orada, qurumaq üçün qoymuşam ki, orada qalsın. Birdən belə elə bil başımdan qaynar su töküldü ki, balaca da evdədir, stol da eyvana çıxır axı. Dedim, ay Allah, qaça-qaça getdim, gördüm Allahdan orada deyil. Sadəcə belə bir anlıq o şeyi yaşadım ki, uşaq çıxar onun üstünə, çölə baxar, neyniyər, düşər, Allah uzaq eləsin. Yəni belə özümüzün etdiyi şeylər də bəzən yadımızdan çıxır, ya nəsə olur, o qədər beynimiz məşğuldur ki, ona görə diqqətli olun, Allah uzaq eləsin, heç kim belə hadisələrlə qarşılaşmasın.